Bəli, Azərbaycan və Birləşmiş Ştatlar əlaqələrindən danışmışkən, bəli, bir nümayəndəsinin, xüsusilə də Steve Dainsin Azərbaycana gəlməsi səfərinə ayrıca da toxunacaq. Digər bir tərəfdən Birləşmiş Ştatlardan ölkəmizə səfər edən nümayəndə sadəcə ondan kifayətlənmədi. Çünki Birləşmiş Ştatlar Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini də, yəni Joshua Haq da Azərbaycanda səfərdədir. İstəyirəm elə son vaxtlar az öncə təqdim etdiyimiz sujetdən də olduğu kimi Azərbaycan Birləşmiş Ştatlar əlaqələrindən bir qədər danışaq və həmin nümayəndələri Azərbaycana göndərən səbəbləri də bir qədər müzakirə edək. Studiya qonağımız var, siyasi şərhçi Mübariz Göyüşlü bizimlədir. Xoş gəlmisiniz Mübariz bəy. Salamlayıram, hər vaxtınız xeyir olsun. Sizcə Steve Dains eyni zamanda Joshua Haqqı Azərbaycana göndərən səbəb nədir? Azərbaycanın artan nüfuzudur, güclənən mövqeyidir. İstər Cənubi Qafqazda olsun, istər bu yaxın regionda və elə həm də ki, dünyada artan roludur. Bu gözləniləndir əslində. Çünki Trump administrasiyasından qabaqki Biden administrasiyasının yanlış siyasəti nəticəsində münasibətlərdə müəyyən qədər zədələnmələr olmuşdu. Və bütün təzyiqlərə rəğmən Azərbaycan öz haqlı mövqeyindən də geri çəkilməmişdi. Və biz Trump hakimiyyətə gələndən sonra inanırdıq ki və təhlillər də göstərirdi ki, münasibətlərdə bir yeni xətt açılacaqdır. Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası Azərbaycanın Cənubi Qafqazda və dünyada artan rolunu düzgün qiymətləndirərək sağlam münasibətlər qurmağa çalışacaqdır. İndi həmin o münasibətlərin qurulması üçün olan addımları biz müşahidə edirik. İstər Amerikalı senatorun gəlişi, istər Amerikalı digər rəsmilərin bu günləri Bakıda səfərdədirlər. Trumpın təbrik məktubunda qeyd olunan mesajlar və Azərbaycanın Amerika ilə təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və digər iqtisadi, ticarət məsələlərindəki əməkdaşlığı yenidən aktuallaşa, yenidən o mövzular gündəmə gələ bilər və hesab edirəm ki, Cənubi Qafqazda Amerika Azərbaycanla münasibətlər üzərindən çox uğurlu bir əməkdaşlıq və çalışmalar həyata keçirə bilər. Düzdür, siz də qeyd elədiniz ki, burada təhlükəsizliklə bağlı məsələlər var, iqtisadi məsələlər var. Mümkündürmü ki, elə bu səfərlərin ardınca, bilirsiniz, Azərbaycana qarşı 907-ci düzəliş məsələsi var. Onun aradan qaldırılması ehtimal ola bilərmi bu qədər irəliləyişdən sonra? Yəni, Birləşmiş Ştatlar buna gedərmi sizcə? Hazırki münasibətlərdə yəni, o qədər belə deyək ki, müsbət tendensiya var ki, 907-ci düzəliş yaxın günlər və həftələr üçün ləğv olunsun deyə düşüncəsində deyiləm açıqcası. Və onu da qeyd eləyək ki, bu 907-ci düzəliş ərazisi işğala məruz qalan, təcavüzə məruz qalan bir dövlətə qarşı tətbiq olunmuş bir ədalətsiz qərardır və bu məsələnin tez bir şəkildə aradan qalxması lazımdır. Mən inanmaq istərdim ki, münasibətlər o səviyyəyə qədər yüksələcək ki, biz 907-ci düzəlişin aradan qaldırılmasının şahidi olacağıq. Əgər belə bir hal olarsa və bu halın yaşanmasını ortaya çıxardan o təcavüz, Qarabağ torpaqlarının işğalda olması və müharibə ilə bağlı məqamlar da demək olar ki, arxada qalıbdır. Əgər belə bir addımı atarsa Amerikanın yeni administrasiyası, münasibətlər çox gözəl bir məcraya keçmiş olar. Mən xatırladım ki, Azərbaycan öz torpaqlarının işğalda olmasına baxmayaraq, NATO-nun sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirak eləmiş dövlətlərdən biridir. Və öz dövründə də bu Azərbaycan bizim hərbiçilər sülh naminə tərəfdaşlıq proqramında iştirak ediblər. Və sizə deyim ki, Türkiyə hərbiçiləri ilə birgə həmin dövr üçün, həmin məqamda Azərbaycanın atdığı addım NATO üçün də, Amerika üçün də çox mühüm əhəmiyyət kəsb eləyirdi. Söhbət orada hərbiçilərin çoxluğundan və ya azlığından və yaxud göstərdiyi xidmətlə yanaşı başqa bir önəmli məqam var idi ki, bir müsəlman ölkəsi də bu proseslərdə iştirak edib, terrorizmə qarşı mübarizədə öz imzasını atmışdı. Çünki o, Azərbaycan həmin dövlətlərdən biri idi. Mən düşünürəm ki, belə bir önəmli tərəfdaşa qarşı bu haqsızlığın aradan qaldırılması lazımdır. Bizim də gözlədiyimiz, tələb etdiyimiz və umduğumuz budur. Bu arada düzdür, Birləşmiş Ştatların Azərbaycanla münasibətləri son vaxtlarda belə
az öncə sadaladığımızları nəzərə alsaq, bütün bu amillərin hər birini daha da yaxşı bir yerə doğru getdiyini deyə bilərik. Münasibəti normallaşdırmağa başladığımız ölkələrdən biri də İrandır. Sözümü nəyə gətirirəm? 28 mayda bildiyiniz kimi Laçında bir tədbir keçirildi. Üç tərəfli bir zirvə görüşü oldu. Bu bizim üçün də, Türkiyə üçün də, nəzərə alsaq Pakistan üçün də çox önəmli görüşlərdən biri idi. Amma biz ardınca təbii ki, gələn reaksiyaları da gözləyirdik. Çünki elə avtomatik olaraq bu görüşün ardınca Birləşmiş Ştatlar olsun, Rusiya olsun, Qərb ölkələr olsun, yəni Qərb dediyim daha çox Avropa ölkələrini nəzərdə tuturam, İran olsun və Hindistan. Düzdür, Hindistandan səs çıxdı. Biz reaksiyasını da gördük Hindistan mediasında. Hətta yaradılan o belə təşvişli bir mühiti də, o amilləri də biz gördük ki, həm İranı təşviq eləməyə çalışır, həm Ermənistan. Bu məsələnin digər bir tərəfi. Yəni digər bu qlobal güclərdə Birləşmiş Ştatlar, Rusiya, Qərb ölkələr, Avropa ölkələri olsun, onların da diqqətini cəlb elədi Laçındakı görüş. Bəs yaxşı, bundan sonra o ölkələrdən hansısa bir səs soraq gəlmədi. Bəs siz necə düşünürsünüz? Reaksiya necə olacaq? Elə bütün ölkələrin timsalını da sadalasaq çox daha yaxşı olar. Elə Birləşmiş Ştatlardan başlayaq. Məncə bir nümunədə Birləşmiş Ştatlardan deyərik, sonra ümumiləşdirməyə çalışacağım. Birləşmiş Ştatlar bu hala ancaq müsbət yanaşmalıdır. Çünki NATO-dakı müttəfiqi Türkiyənin burada iştirakı, Azərbaycanla da son dönəmlərdə müsbət davranışlar. Yəni bu Azərbaycan, Türkiyə, Pakistan üçlü strateji müttəfiqliyindən davranışlarla Birləşmiş Ştatlara ziyanlı hər hansı bir fəaliyyətlərin olması gözlənilən deyil. Bəs Rusiya və Avropa nəzərə alsaq? Və mən Birləşmiş Ştatlardan sonra daha çox ümumiləşdirmək etmək istərdim. Bilirsiniz, biz onların münasibətlərinə görə və yaxud da bu məsələyə yanaşmasına görə əgər öz siyasətimizi qurmalı olsaq, bizim biraz işimiz çətin olacaqdır. Ki, Azərbaycan da yalnız öz strateji maraqlarına görə davranır. Türkiyə ilə Pakistan da böyük dövlətlərdir, onların da maraqları var. Və hər üç dövlətin marağı bu günləri bu üç dövlətin birgə strateji müttəfiqlik formatından çıxış etməyə doğru istiqamətləndirir və bizlər də bunu gerçəkləşdiririk. Artıq ən ali siyasi səviyyədə biz bu müttəfiqliyin təcəssümünü görürük. Digərləri də Rusiya olsun, Avropa ölkələri və yaxud da ki, İran, Hindistan, Ermənistan, Gürcüstan. Yəni, buradakı bu üçlü ittifaqın alacağı qərarlara, atacağı addımlara görə də öz siyasətlərini qursalar yaxşı olar. Mən düşünmürəm ki, Rusiya bu hadisələrdən nəsə bir narahatçılıq keçirsin. Çünki Rusiyanın narahatçılıq keçirəcəyi bir addımlar yoxdur. Eyni şey Avropaya da aiddir, eyni şey İrana da aiddir. Məsələn, orada deyək ki, Türkiyənin prezidenti Ərdoğanın bir çağırışı oldu və haqlı da qeyd olundu ki, Zəngəzur dəhlizindən İranın narahat olmasına bir gərək yoxdur. Əksinə, ancaq region üçün və region dövlətləri üçün bu faydalı ola bilər. Yəni, bundan çəkinmək lazım deyil. Bunun gerçəkləşməsinə əksinə dəstək vermək lazımdır. O ki, qaldı Hindistana. Bilirsiniz, Hindistanın Cənubi Qafqaz regionunda hansı təsir və təzyiq elementləri ola bilər? Azərbaycan üzərindəmi, Türkiyə üzərindəmi? Mən tövsiyə edərdim ki, indi Ermənistanla əməkdaşlıq edirsə, bu o həmin dövlətin öz daxili işidir, xarici siyasətidir. Amma Azərbaycanla da, Türkiyə ilə də münasibətlərini normal şəkildə saxlaması Hindistanın da faydalı ola bilər. Çünki Cənubi Qafqazda görürsünüz, bayaqlar biz Amerika ilə münasibətlərdən danışırıq. İllərlə, aylarla Biden və Blinken administrasiyası bu münasibətləri zədələdilər və hansı həddə gətirdilər, çıxartdılar. Amma Azərbaycan doğru bildiyi yoldan və qərarlardan çəkinmədi. Və Hindistana da bu məsələlərdə düşünürəm ki, bir diqqət edilməli olan çoxlu məqamlar var. Və bütün bu məqamları sonunda qeyd etmək istərdim ki, onlar Azərbaycan prezidentinin iradəsi ilə və dediyini elədiyi ilə yaxşı tanışdılar yəqin ki. Bir cümlə ilə də qeyd edəcəm. Avropa Siyasi Birliyinin sonuncu Albaniyada Tirana şəhərində keçirilən toplantısında Makronun özünün Azərbaycan prezidentinə yaxınlaşaraq bir fikirlərini bildirmə təşəbbüsündə çıxış etməsi də göstərir ki, Azərbaycanla Ermənistanla davranıldığı kimi və yaxud da indi adını çəkmək istəmirəm, bəzi dövlətlərlə davranıldığı kimi davranılması mümkün deyil. Əlbəttə, biz dağıdıcı bir mövqedən çıxış etmək iddiasında deyilik. Biz kimlərinsə ərazisini işğal edək və yaxud hansı iddialar xeyr.
biz öz ərazimizdə öz dövlətimizi və dövlətçiliyimizin quruculuğu ilə məşğuluq. Amma Azərbaycanın maraqları əgər bu günləri Türkiyə ilə, Pakistanla birgə ortaq fəaliyyətlərdən keçirsə ki, maraqlar ilə oradan keçir, biz bunları gerçəkləşdirəcəyik. Azərbaycan, Türkiyə, Pakistan müttəfiqliyinə mən əksinə sizə deyərdim ki, gələcək perspektivdə İranın da qoşulması mümkün ola bilər. Buyursun, qoşulsun. Mən biləni Pakistanın baş naziri İrana da səfər etməli idi, ya belə planı var idi, proqramı var idi. Yəni, Amma İranı təhrik edənlər var. Yəni, söhbət elə başda Hindistandan gedir. Dünənki biz açıqlamasını da gördük ki, İran da bu məsələyə qatır və müxtəlif formada ki, sən quru xəttini itirəcəksən deyə. Ermənistan onsuz da bu məsələdə gəlgetləri içərisindədir. Yəni, əsas narahatlıq biz belə görürük ki, Recep Tayyip Erdoğan demişkən, açıqlamasında qeyd edir ki, bu Zəngəzur dəhlizi təkcə Azərbaycanla Naxçıvan quruyu onu birləşdirməyəcək. Türkiyədən Türk dünyasına bir inteqrasiyadır. Təkcə Cənubi Qafqazın, yəni enerji, nəqliyyat məsələlərini daha da inkişaf elətdirəcək, gücləndirəcək və İran da bunda müsbət bir cavabının olmağını istəyirik. Yəni, görürük ki, burada narahat olan tərəf və ya bizim üçün sual doğuracaq tərəf İrandır. Yəni, həqiqətən biz hələ də onda demək belə çıxır ki, yəni Recep Tayyip Erdoğan'ın açıqlamasından ki, biz İrandan hələ də müsbət bir cavabı biz görməmişik ki, biz hələ də müəyyən bir formada diktə edirik ki, İrana sən də gəl haqq yoluna, sən də bu Zəngəzur dəhlizinə razılıq ver deyə. Yəni, düzdür, siz qeyd edirsiniz ki, burada heç bir ölkələr üçün problem yoxdur, istər Rusiyası, bəli, Rusiya üçün olmaya bilər, Avropa üçün də olmaya bilər, çünki onların da özlərinin orada güddükləri mənafe var. Ancaq narazı tərəf İrandır. Buna razılıq verəcəyimi bu qədər əməkdaşlıqdan sonra, bu qədər görüşlərdən, səfərlərdən sonra, yəni əsas narahatlığımız odur, Tehrandır. Razılıq verməsi müsbət və arzu olunandır, amma kimin necə, nə düşünməsindən və hansı bəyanatı verib davranış sərgiləməsindən asılı olmayaraq Zəngəzur dəhlizi reallaşacaqdır. Xəyali olaraq və ideoloji olaraq artıq Zəngəzur dəhlizi reallaşıb. Yəni biz siyasi terminologiyaya Zəngəzur dəhlizini qazandırmışıq. Geosiyasi terminologiyaya biz Zəngəzur terminologiyasını qazandırmışıq. Bu o deməkdir ki, bu məsələ gerçəkləşəcəkdir. Və Zəngəzur dəhlizi ilə bağlı ilkin dönəmlərdə problem yarananda biz İrandan keçərək Naxçıvana gedəcək bir yolu da razılaşdırmışdıq. İndi İranda onu Araz yolu adlandırırlar. Necə adlandırmalarından asılı olmayaraq, əsas məsələ budur ki, İranla da bir ortaq, yəni bu istiqamətdə də hətta proyektimiz də var. Ona görə də mən sizə deyim ki, İranda indi hakimiyyətdə olan və bizlərə də xoş olan fikirlər səsləndirən Prezident Pezeşkiyanın da doğru bir siyasət yürüdərək bu məsələlərdə İranla Azərbaycan arasında olan problemlərin aradan qalxacağına mən çox möhkəm inanıram. Amma İranın Ermənistandakı səfiri heç o fikirdə olsun, yəni biz səfirin açıqlamasından daha sərt məqamlarla qarşılaşmışıq. Tehranda səfirliyimizə qarşı terror hücumu olunubdur və çox ciddi İranın şimal ərazilərində İran hərbi təlimlər keçirib, təhdid eləyibdir Azərbaycana qarşı. Yəni biz bunları görmüş bir dövlətik, biz bunlarla qarşılaşmış dövlətik. Amma Zəngəzur dəhlizi Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində artıq gündəm və reallıq məsələsinə çevrilibdir. Hə, indi deyək ki, İranın etirazları mı, narazılıqları, narahatlıqları bunun gerçəkləşməsini bir balaca ləngidə bilər. Amma ümumən qarşısını ala bilməz. Heç kimsə bunun qarşısını ala bilməz. Bu təkcə bir, belə deyək də, Azərbaycanla Türkiyə arasında və yaxud Naxçıvan arasında bağlar olmayacaq. Bu qlobal geosiyasi bir layihədir və mütləq də gerçəkləşəcəkdir. Mütləq formada, bəli. Bu arada elə Azərbaycan-Ermənistan münasibətlərindən danışmışkən, delimitasiya, demarkasiya məsələsi də bizim üçün önəmli məqamlardandır. Qriqoryanın bir son açıqlaması var idi bununla bağlı ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiya prosesi dalana dirənməyib. Lakin bu danışıqlar istiqamətində hələlik yeni məlumatlar yoxdur deyə bir mövqeyi var. Siz necə təhlil edirsiniz? Həqiqətən hələ ki bir irəliləyiş deyə biləcəyimiz daha ikinci, yəni addım atmamışıq hələ ki. İndi Ermənistan tərəfdən də belə bir açıqlama gəlib. Bunu necə təhlil edirsiniz? Ermənistanın biraz cəsarətli olması lazımdır. Bu addımlarda, bu məsələlərdə addım atması lazımdır. Biz gözləyirik ki, sərhəd məsələləri ilə bağlı problemlərin həllinə çalışaq, nail olaq. Biz gözləyirik ki, belə deyək,
Minsk qrupunun ləğvi ilə bağlı məsələdir, konstitusiya ilə bağlı məsələlərdir. Ermənistan gedir o tərəfdə atəşkəsi pozur. Və bundan da informasiya təbliğatı, informasiya təxribatı olaraq bizə qarşı istifadə eləməyə çalışır ki, biz atəşkəsi pozmuşuq, başqa niyyətlərimiz var. Baxın, biz hansı məsələləri gözləyirik, Ermənistana hansı məsələlərə dəvət edirik, səbirlə onları bu məqamlarda iştiraki dəvət edirik, amma onlar gedirlər yenə eyni köhnə qaydada bu addımlar atmaqla məşğul olarlar. Mən düşünürəm ki, artıq çox gözəl praktikada var, sərhədin müəyyən bir hissəsi razılaşdırılıbdır. Şərti sərhəddə görüşlər olubdur, komissiya yaradılıbdır. Yəni biz demək olar ki, ağrılı və sancılı mərhələləri keçə bilmişik. İndi kiçik addımlarımız qalıb. Bəli, yəni biraz cəsarətli olmaları lazımdır. Biraz da indi Paşinyanın daxildə görünür ki, o bayaq xəbərlərdə də biz müşahidə elədik ki, o din xadimləri ilə təhqiramiz o davranışlarla, mesajlarla məsələləri yekunlaşdıra bilsələr, hər halda bu məsələlərə də köklənə bilərlər. Bu arada Alen Simonyandan son olaraq bir maraqlı açıqlama gəldi. Azərbaycan-Ermənistan xalqlarının yəni sülh şəraitində yaşaması ilə bağlı ki, biz inanırıq ki, bu Alen Simonyanın açıqlamasıdır ki, Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq və elə bir vaxtda gəlib çıxacaq ki, əvvəl olduğu kimi Azərbaycan məhsulları, Ermənistanda Ermənistan məhsulları da Azərbaycanda satışa çıxarılacaq deyə, yəni yan-yana yaşayacaqlar, müharibə olmayacaq, sülh olacaq deyə. Bunu bir qədər təhlil edək, Mübariz bəy. Təbii ki, bizim təmannamız, istəyimiz odur ki, müharibə olmasın, dinc şəraitdə yaşayaq. Amma bu səviyyəyə gəlib çatmaq üçün bizə nə qədər vaxt lazımdır? Hazırda buna bir mənalı cavab vermək çox çətindir. Çünki müharibənin üzərindən hətta antiterror əməliyyatlarını da nəzərə alsaq bir neçə il keçib. Yəni ağrılı bir situasiya var. Bir-iki gün bundan qabaq xain mina hücumu nəticəsində, o bastırılan mina nəticəsində bizim hərbiçimiz yaralandı. Yəni hələ də biz ağrı, acını hiss eləyirik. Yəni belə situasiyada belə deyək də, o münasibətlərin tezliklə yaranacağını gözləməyə sadəlövhlük olar. Həm də axı şərti sərhəd dəqiq sərhəddə çevrilməyib. Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiasındadır. Hələ də revanşistlər var orada, hələ də qisasçılıq hissi ilə yaşayanlar var. Və siz xatırlayırsınız, yəqin bir neçə il bundan əvvəl bizim idmançılarımız ora gedərkən bayrağımızı yandırdılar. Girov götürmüşdülər az qala bizim idmançıları. Bizim millət vəkilləri getmişdi ora. Yəni bu gərgin halları biz müşahidə elədik. Belə situasiyada dinc birgə yaşayış mümkündürmü? Azərbaycan tərəfdən mümkündür. Biz dözümlü, tolerant xalqıq. Dözümlü deyil də. Biz anlayışla yanaşan bir xalqıq. Baxın, Azərbaycan dövlətində çox saylı xalqlar yaşayır. Hamısı dinc yanaşır. Amma Ermənistan monoetnik bir dövlətdir. Yəni, necə etibar eləmək olar bu situasiyada onlara? Əgər bu qənaətdədirlərsə, o zaman Qərbi Azərbaycana qayıdış prosesinə razılıq verməklə öz xoş niyyətlərini göstərə bilərlər. Cənab Prezident dəfələrlə deyir, biz ora tankla, topla deyil, dinc şəraitdə qayıdacaq. Ermənistan da buna razılıq verəcəkdir. Elə isə o razılığı gecikdirməsinlər, bugündən versinlər. Azərbaycanla sərhəd o Ermənistan ərazisindəki qədim Azərbaycan kəndləri, əraziləri var. Qoy bizim soydaşlarımız ora qayıtmağa başlasınlar. Yəni Ermənistan ən azı bu istiqamətdə öz xoş niyyətini göstərə bilər. Ümumən götürəndə mən hesab edirəm ki, bizim əbədiyyən düşmən olmaq kimi bir niyyətimiz yoxdur və olmamalıdır. Əlbəttə ehtiyatı əldən buraxmamalıyıq. Biz yenidən Xocalı soyqırımı, Qaradağlı faciəsi, Bağanı Sayrım faciəsi və digər belə soyqırımları və faciələri yaşamaq istəmirik və yaşamayacağıq da. Bunun üçün ehtiyatlı və diqqətli olaraq, amma düşünürəm ki, gələcəkdə hansısa formada bir birgə yaşayışın formaları tapıla bilər və tapılmalıdır. Təşəkkür edirəm Mübariz bəy. Çox sağ olun. Minnətdaram. Siyasi şərhçi Mübariz Göyüşlü bizimlə idi. Birləşmiş Ştatlardan Azərbaycana gələn nümayəndələr və Azərbaycan Birləşmiş Ştatlar əlaqələrindən danışdıq. Digər bir tərəfdən Zəngəzur dəhlizi ilə bağlı Rəcəb Tayyip Ərdoğanın da İrana ünvanladığı bir mesaj var idi. Kimlər mane ola bilər? Ümumiyyətcə mane olunacaqmı Zəngəzur dəhlizinin açılışı məsələsinə və təbii ki, Azərbaycan-Ermənistan münasibətlərində əlaqələrimiz o yerə gəlib çatacaqmı ki, biz Simonyanın da qeyd etdiyi kimi Azərbaycan məhsulları, Ermənistanda Ermənistan məhsulları da Azərbaycanda satılsın deyə bütün bu məsələləri qonağımızla bir neçə dəqiqə ərzində müzakirə etməyə çalışdıq.